Sumqayıt şəhər BTZ bağlarında güclü yanğın hadisəsi başlayıb. Qeyd edim ki, yanğın hadisəsi Qubadlı rayon Çardaqlı kənd tam orta məktəbinin düz 10 metrliyində qeyd alınıb. Belə ki, böyük ərazidə çıxan yanğın zamanı hətta yanğının məktəbə də keçmə ehtimalının olduğu bildirilir. Sumqayıt şəhərində Qubadlı rayonunun Çardaqlı kənd tam orta məktəbinin yaxınlığında baş verən yanğın hadisəsi geniş narahatlıq doğurub. Yanğın kənd məktəbinin yaxınlığında yerləşən bağ sahəsində başlayıb və qısa müddət ərzində geniş əraziyə yayılıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın söndürənləri cəlb olunub. Onlar yanğının söndürülməsi üçün bütün mümkün tədbirləri görməyə başlayıblar. Yanğın söndürmə əməliyyatları çətin şəraitdə həyata keçirilib, çünki yanğın sürətlə yayılıb və ətrafdakı bitki örtüyünə də təsir edib. Təhlükəsizlik tədbirləri çərçivəsində ətrafdakı sakinlər evakuasiya edilib və yanğın baş verən əraziyə giriş qadağan olunub. Yanğın səbəbləri hələ ki məlum deyil, lakin mütəxəssislər hadisənin araşdırması üçün işə başlayıblar. Yanğın söndürmə işləri sürətləndirilib və alovun yaxınlıqda olan Qubadlı rayonunun Çardaqlı kənd tam orta məktəbinə keçməsinə imkan verilməyib. Sakinlərin təhlükəsizliyi və yanğın söndürülməsi üçün bütün müvafiq tədbirlər görülüb. Hər kəsin diqqətli olması və təhlükəsizlik qaydalarına riayət olunması tövsiyə olunub. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.